Azərbaycan kimboksçuları Latviyada beynəlxalq yarışda 3 qızıl, 1 gümüş qazanıblar. Azərbaycan Kimboksing Federasiyasının idmançıları 25-28 aprel 2025-ci il tarixlərində Latviyanın Riga şəhərində keçirilən Vako Latviya Open yarışında 3 qızıl, 1 gümüş medal qazanıblar. Azərbaycan Kimboksing Federasiyasının prezidenti Orxan Əliyev kimboksçuların beynəlxalq yarışlarda uğur qazandığını bildirib. Nəticə göstərən kimboksçularımız ölkəmizin adını ucaldırlar. Bundan sonra nəticələrimiz olacaq. Əsas odur ki, ortada inam və iradə var. Bu həm də dövlətimizin bizə və idmançılarımıza göstərdiyi qayğının nəticəsidir, deyə Orxan Əliyev əlavə edib. Qeyd edək ki, Vako Gənclər və Yeniyetmələr arasında 2 qat dünya və Avropa çempionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı Rafiq Babazadə 57 kiloqram K1, gənclər arasında 1-ci yer, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin idmançısı Ayxan Həsənov 81 kiloqram 86 K1, kişilər arasında 2 qızıl medal, Golden Ring İdman Klubunun idmançısı Vako Yeniyetmələr arası dünya və Avropa çempionu Oktay İsmailov isə gənclər arasında 60 kiloqram K1 gümüş medal qazanıblar. Ayxan Həsənov Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin məşqçisi Elşən İsayevin tələbəsidir. Qeyd edək ki, yığma komandanın məşqçiləri gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi, əməkdar məşqçisi Hikmət Hacıyev və məşqçi Orxan Əkbərli idi. Heyətə Azərbaycan Kimboksing Federasiyasının baş katibi İlkin Məsimzadə rəhbərlik edib. Vako kateqoriyalı hakim, Azərbaycan Kimboksing Federasiyasının Hakimlər Kollegiyasının sədr müavini Aydın Ağabəyov turnirdə göstərdiyi ədalətli qərarlarına görə ən fəal hakim mükafatına layiq görülüb.